Son günlər dabaq xəstəliyi ilə bağlı əhalidə ciddi narahatlıq yaranıb. Heyvanlarda yayılan bu xəstəlik nə qədər təhlükəlidir? Dabaq xəstəliyi heyvanlardan insana keçə bilərmi? Ət yeyərkən hansı təhlükə ilə üzə qalırıq? Yaxın oturun, sabaha saxlamadan bütün bu sualların cavabını birlikdə axtaraq. Axşamınız xeyir, indi isə gəlin qonaqlarla tanış olaq. Aktanın şöbə müdürü, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari. Kulinar texnoloq Mübariz Vəliyev. Emin bəy, sizinlə başlayacaq söhbətimizə. Demək olar ki, bir qayda olaraq hər il payızda belə bir xəbər yayılır ki, ət alarkən diqqət edin, dabaq xəstəliyi var, təhlükələr var və s. və ilaxır və bir müddətdən sonra monitorinqlər keçirilir. Nəhayət əhaliyə müraciət olunur ki, siz niyə narahatsınız ki, ümumiyyətlə heyvanlarda var və insanlar üçün heç bir təhlükəsi yoxdur. Yəni, ənənəvi olaraq hər mövsüm demək olar ki, bu senari ilə bu proses gedir və bu insanların, əhalinin, vətəndaşın narahatlığını daha da artırır. Keçən il belə deyilmişsə, bu il yenidən niyə həyəcan təbili çalınır? O zaman biz bir haqlı olaraq narahatlıqla, şübhə ilə ət bazarına baxıb soruşuruq ki, nə baş verir? Doğrudur. Ümumiyyətlə, xəstəliklərin olması, bunlar bir çox səbəblərdən yarana bilir. Köçəri quşların hərəkət etməsi, onların başqa yerdə yemlənməsi, köçdükləri zaman onların o yerlərdən istifadə etməsi, su içməsi, yəni istifadə olunan otu, yemi, suyu ola bilər ki, müəyyən qədər çirkləndirə bilir və heyvanlar otlaqlarda olması bu yollardan təbii ki, biridir. Digər yollardan biri tranzit nəqliyyat vasitələri, oluxma olan ölkələrdə hərəkət etdiyi zaman müəyyən olunan gigiyenik qaydalar müəyyən şəkildə sərhəd keçid məntəqələrində deyək ki, tətbiq olunmadığı zaman bu mümkündür. Bəzi hallarda əgər statistikaya baxsaq və elmi araşdırmaları oxusaq, hətta vaksinasiya zamanı belə xəstəliklər mümkündür ortaya çıxsın. Hər hansı bir xəstəliyə görə heyvanlara vaksinasiya eləyəndə nəticəsində bəzən törəmələr olur, yəni onların xəstəlik... Yəni, vaksin olunduğu halda belə heyvanda dabaq və yaxud digər bir xəstəlik ola bilər. Xatırlayırsa, COVID dönəmində də yəni, insanlara vaksinasiya eləyəndə onlar xəstə kimi bəzi hisslər keçirdirdilər, simptomlar olurdu müəyyən. Bu normaldır, çünki həmən virusdan müəyyən qədərini, aktiv hissəsini tətbiq eləyirlər. Bu da ola bilir. Təbii ki, orada heyvanın sağlamlıq vəziyyəti də çox əhəmiyyətlidir. Belə olduğu halda ət bazarları bağlanacaq deyə xəbərlərin tirajlanması nə qədər narahatlıq, əsas narahatlıq doğurur? Azərbaycan ümumiyyətlə, deyək ki, çox böyük ölkə deyil, bildiyimiz kimi əhalimizin sayına baxdığımızda və bizim xalqın da ən çox istifadə elədiyi, yəni biz Türk xalqı olaraq ət bizim üçün, xüsusən də iri buynuzlu heyvan, kiçik buynuzlu heyvanın əti bizim rasionumuzda hər zaman var. Demək olar ki, imkanı olan aşağı-yuxarı hər gün bunun ticarəti dönür bazarlarda. Və qısa bir zamanda bazarların hamısının bağlanması və ya əksəriyyətin bağlanması təbii insanlarda ajotaj hissi yaradır və artıq biz mütəmadi olaraq, belə deyək, biz kiçik bir qərargah halında çalışırıq hal-hazırda assosiasiyada üzvlərimizlə. Biz artıq qeydiyyata alırıq, neçə bazar bağlanmağa başlayır arxa-arxa və artıq qiymət 2 manat yarım, 3 manat mal ətində qalxıb bugün üçün. Günün sonunda 15 manat 50 qəpiyə satılan mal əti artıq 17 manat 50 qəpiyə satılırdı günün sonunda. Oralarda da harada ki, bunlar artıq hələ açıqdır. Yəni, ümumiyyətlə... O zaman günüz daha baha olur demək ki. Ola bilər ki, sabahlar... Çünki əvvəllər günün birinci yarısı mal ətini elə 17.50, 17.90 alır. Və bu da avtomatik olaraq ictimai yaşayış obyektlərində, yəni təəccüblənməyin, əgər siz sabah hər zaman getdiyiniz bir ictimai yaşayış obyektində, belə deyək ki, bir şiş kebabı 10 manada alırdısa, artıq bunu 12-13 manada sizə təqdim eləyə bilərlər. Bu, o demək deyil ki, sahibkar bunu sizə baha satmağa çalışır. Sadəcə aradakı o dəyişən qiyməti ora tətbiq eləmək məcburiyyətindədir. Bu da, belə deyək də, təbii olan bir mexanizmdir. Çünki bu xəstəliyin qarşısını almaq üçün müəyyən tədbirlər görünməlidir, müəyyən zaman bazarlar məhdudlaşdırılmalıdır. Amma bunun daha sistematik, daha düşünürlü şəkildə olması çox önəmlidir. Yəni bu proses elə gedə bilməzmi ki, bazarlar bağlanır, artıq çox ciddi sos siqnalıdır. Vəziyyət o yerə çatana qədər biz bu problemin qarşısını ala bilmərikmi? Bu qədər mi çətindir, qeyri-mümkündür? Çox əhəmiyyətli məsələdir. Burada preventiv tədbirlər, önləyici tədbirlər öncədən görülməli idi və əminəm də ki, görülürdü. Amma buradakı sual işarəsi ondan yaranır ki, yəni ortada fakt var.
təbii ki, bu xəstəlik yayılır. Təbii ki, cəmiyyət üçün böyük bir müəmma var. Bu hansı sürətlə yayılır? Hansı bölgədən başlayır? Biz sadəcə internetdən, sosial mediadan bunu izləyə bilirik. Yəni, hal-hazırda bir interaktiv xəritə yoxdur. Bu insanları çox narahat eləyir. Ondan sonra məlumat şəffaflığı yoxdur, yaradılmış bir qərargah yoxdur. Bunların hamısı sahibkarları istər-istəməz narahat edir və onlar önümüzdəki bir ay, 15 gün içində ətlə əlaqəli fikirlərini bilmirlər necə baş verəcək, nə olacağını. Burada iki məsələ var. Burada bir məsələ odur ki, təbii ki, dövlət gərəkən addımları atır ki, bunun çox genişlənməsinin önünü alsın. Məsəl üçün, deyək, Salyanda malını sata bilməyən adam götürür o heyvanı, gətirir Bərdədə satmağa. Əgər o Salyanda xəstə idisə, Bərdədə ki, bazarda xəstələndirdi heyvanları. Çünki o, bilirsiniz, ağzından köpük gəlir, yorğun olur, bir neçə belə bir məsələlər var. Yəni, bu qədər rahatdır da, bu qədər rahatdır istədiyin heyvanı rahatca bazara çıxardıq, kəsib satmaq. Xəstədir, xəstə deyil, doğru qulluq görüb, müəyyən dərmanları verilib, vaksinləri olunub ya yox. Yəni, çox rahatlıqla insan heyvanım xəstədir, mənim kəndimdə tanıyarlar, aparım başqa kənddə satım. Yəni, ötən əsrin, orta əsrlərdəki kimi bir yanaşma mümkündürmü? Bu qədər rahatdırmı? Burada iki fikir söyləyə bilərik. Biri ola bilər ki, o inkubasiya dövrü olduğuna görə heç sahibkar özü də və yaxud da fermer heç özü də bilmir. Ola bilər birinci günündədir inkubasiya. Səhv eləmirəmsə, mütəxəssislər dahi 1-7 gün arası bir inkubasiya dövrü var. O inkubasiya dövründə ola bilər ki, hələ başa düşməsin onu və o gətirər və yoluxdular bəzilərini. Bir də ikinci məsələ budur ki, bilərəkdən, yəni görür ki, heyvanı tələf olacaq, yəni fermerdir, çox da zəngin biri deyil və dədə-babadan da bilirsiniz də bu məsələ heç bir zaman belə insanın həyatı üçün ciddi bir təhlükə olmayıb və hər kəsin də fikri budur ki, bu onsuz da bişirilir və bizdə də bilirsiniz, yəni statistiklərə baxanda və elmi araşdırmalara baxanda görürsünüz ki, bunun insana yoluxma faktı Azərbaycanda, yəni biz tapa bilmirik, çox araşdırdıq biz mütəxəssislərlə ümumiyyətlə, elə bir ciddi fakt olmayıb da. Çünki bunun yoluxması üçün çiğ yeməlisən bunu. Bizdə elə bir kültür yoxdur, bəzi ölkələrdə var və onun qanı ilə belə istifadə etməlisən termik obработка, emal prosesi keçmədən. Bu da bizdə yoxdur. Və buna görə ola bilir ki, bəzən sahibkar və yaxud da fermer qərar verə bilər ki, indiyənə kimi bu çox olub və yaxud müzakirə gedirdik ki, bəs kənddə biz heyvandarlıq, yəni Türkiyə olaraq biz heyvandarlıqla çox məşğuluq. Aşağı-yuxarı tabaq xəstəliyin birinci səfərdə görmür cəmiyyət. Yəni burada biraz vicdan məsələsidir. Yəni digəri də belə deyək də riski vətəndaşın və yaxud da fermerin çox yüksək görməməsidir. Burada daha çox böyük risk heyvanların yoluxub tələf olması və ölkə iqtisadiyyatına ciddi zərər verir. Yəni əgər minlərlə heyvan tələf olsa, o zaman bizim yəni ət asılılığımız yarana bilər. Yəni elə bu yerdə biz Qalib Əlmirik. Qalib Əlmirik, baxın, Emin bəy qeyd edir ki, dabaq xəstəliyinin insana keçmə riski yoxdur, heyvanların tələf olma riski var ki, bu da iqtisadi tərəfdən maldarlığa böyük zərbə vuracaq. Əgər insana keçmə təhlükəsi yoxdursa, artıq bir neçə gündür ki, bu cür həyəcanlı başlıqlarla biz gündəmi bu xəbərin tutduğunu görürük və istədik ki, sizə üst tutaq nə baş verir? Bir şey qeyd eləyək ki, koronavirus pandemiyasından sonra artıq cəmiyyətin infeksiyon xəstəlik nədir, bununla necə mübarizə aparmaq lazımdır. Demək olar ki, təcrübəmiz var. Və bildiyiniz kimi bu pandemiya ilə mübarizə aparanda da birinci göstəriş ondan ibarət olur ki, adamların bir-biri ilə təması azalsın, qapanmalar oldu, küçəyə buraxmamaq oldu və s. İkinci məsələ ondan ibarətdir ki, olsun dabaq, olsun qarayara, quduzluq və yaxud xüsusi təhlükəli digər xəstəlik. Bizim ölkəmizin bu xəstəliklə mübarizəyə hazırlıq səviyyəsi nə dərəcədədir? Əsas mövzu bundan ibarətdir. Nə dərəcədədir? Mən qeyd edeyim ki, bazarları bağlayacaq dərəcədə. Son dövrlərdə, məsələn 2024-cü ildə bizim ölkəmiz xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə kimi təsdiq olunub. Bu bizim regionda bircə Azərbaycandır. Eyni zamanda ötən il yüksək patogen quş qripinə görə azadlıq statusumuz təsdiq olunub. Bu da regionda ilk ölkədir. Bu ona görə belədir ki, bu bütün xüsusi təhlükəli xəstəliklərlə mübarizə aparmaq dövlətin diqqətindədir. Həm təchizat məsələləri, həm kadr yetişdirilməsi, mütəxəssislərin hazırlıq, laboratoriyaların inkişaf olunması və akreditasiyadan keçməsi və s. bunların hamısı lazım olan anda kifayət qədər peyvənd vasitəsinin tapılıb istifadə olunması. İndi bugünkü vəziyyət barədə mən bəzi şeyləri istəyirəm ki, diqqətinizə çatdıraq. Buyurun, söz sizdədir. Bizim Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından əldə etdiyimiz məlumata görə region ölkələrində, yəni Cənubi Qafqazın,
Gürcüstan, Ermənistan, İran və Türkiyədə xüsusi təhlükəli xəstəliklərə görə epizotik stabillik dayanıqlı deyil. Tez-tez dəyişəndir. Siz başlanğıcda da qeyd elədiniz ki, hər mövsümdə bu cür belə bir şey olur. Bu onunla əlaqədardır ki, bu yay mövsümü başa çatanda xüsusən o ölkələrdə ki, ekstensiv heyvandarlıq sistemi tətbiq olunur. Yəni heyvanlar yaylağa, qışlağa köçürülməklə saxlanılır. Belə olan halda heyvanların bir yerdən başqa yerə daşınması məcburiyyəti yaranır. Bir yerdən başqa yerə daşınan heyvanlar özü ilə xəstəlik törədicisi də apara bilir. Və hazırda Respublikamızda fəaliyyət göstərən 28 bazarın fəaliyyəti ona görə dayandırılıb ki, bizim həmkarımız da qeyd elədi ki, adamlar kəndlərdən heyvanı gətirirlər bazarda satmağa. Bəzən başqa rayonlardan da heyvanı gətiriblər bazarda satmağa. Bu heyvan ola bilir ki, burada digər heyvanlarla təmasda olur və qayıdır öz təsərrüfatına. Hətta belə bir ənənə mövcuddur ki, burada satılmayan heyvan avtomobilə qoyulub başqa bir bazarda satılmağa aparır. Və belə-belə əgər ölkənin bir yerində bir xəstəlik törədicisi olsa, xəstəliyə yolunmuş bir heyvan olsa, onun hesabına qısa müddətdə tez ölkənin böyük bir regionuna xəstəlik yayıla bilər. Və bu bazarların bağlanması da müvəqqəti haldır. Epizotik stabillik təmin olunana qədər bu görünən bazar heç bir biotəhlükəsizlik qaydası gözlənilməyən bir bazardır. Ali müəllim, əlimizdə hər hansı bir rəqəm varmı ki, ötən illə müqayisədə və yaxud da ki, ondan əvvəlki illə, 5 illə müqayisədə bu il dabaq xəstəliyinə yoluxan heyvanların sayı kəskin artıb, ona görə biz zəruri addımlar atırıq? Belə bir, mən bu məsələni sizə deyim ki, bizim ölkəmiz dabaq xəstəliyinə görə endemik qeyri-sağlamdır. Yəni, dabaq xəstəliyimiz həmişə gözləyə bilərik. Dünyada cəmsi 65 ölkə dabaq xəstəliyinin azaddır və bu azad olmada şərtidir. Hər an vəziyyət dəyişə bilər. Məsələn, bu il Almaniyada, Macaristanda, Slovakiyada gözlənilmədən dabaq xəstəliyi başlayır. Bizdəki rəqəmlər nə deyir bəs? Bizdəki rəqəmlərdə heç də bir ümumdünya statistikasından kənar deyil. Bilirsiniz nətərdir? Xüsusi təhlükəli xəstəlik ya var, ya da yoxdur. Əgər xəstəlik varsa, yetər ki, bir kənddə olsun, yetər ki, bir rayonda olsun. Xəstəliyin o iqtisadi göstərici deyil ki, nə qədər heyvan yoluxur. Amma ötən illə müqayisə apara bilmirik. Ötən illə müqayisə aparda bizdə sporadik olaraq xəstəlik halları mütəmadi olaraq daimi izlənilir. Və bu ildə, mən qeyd elədim axı, təkcə bizdə yox. Region ölkələrində, qonşu Türkiyədə hələ bir neçə ay bundan qabaq bir neçə tipdə xəstəlik başlayıb. Araşdırıldı ki, bu xəstəlik Türkiyə, İraqdan gəlir. Orada Afrika və Körfəz ölkələrindən gəlir. Və yaxud Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat verdi ki, Avropada olan xəstəliyin törədicisi Pakistandan gəlir. Bu virusun miqrasiyası təbii amillərin təsirindən ola bilsin ki, bəzən də bizə məlum olmayan səbəblərdən də baş verə bilir. Çünki virusların yayılmasında heyvanların bir-birinə təmasından başqa nəqliyyat vasitələri, küləyin apardığı əşya, su mənbələrindən axar sular və s. çoxlu yollarla virus yayıla bilir. Virusun da, mikrobun da özünün ayağı yoxdur. Virusu yaymaq üçün o nəyinsə üzərində getməlidir. Bunlar aydındır, Qali müəllim. Sadəcə olaraq əvvəlki illərlə müqayisədə biz bugün rəqəmlər təqdim edə bilmirik ki, ötən illə müqayisədə bu il dabaq xəstəliyinə yoluxan heyvanların sayı artıbmı, yoxsa azdırmı? Bu rəqəmlər hələ ki bizə təqdim etmək imkanımız yoxdur. Ümumiyyətlə, imkanımız yoxdur deməzdim. İmkanımız var. Kənd Təsərrüfatı Nazirliyi də, Qida Təhlükəsizliyi Agentliyi də məsələ ciddi şəkildə izlənilir. Yoluxan heyvanlar, müalicə olunan heyvanlar, yoluxma əraziləri, kəndlər ilk hardan başladı, sonra hara inkişaf elədi. Bu, əlbəttə ki, hamısı məlumdur. Bu çox dinamik, tez-tez dəyişən bir rəqəmlərdir. Ona görə bunu səsləndirməyin ki, bugün 15-dir, sabah 25 oldu. Bunun, yəni, bu epizootiyanın söndürülməsində heç bir rolu yoxdur. Aydındır. Qalib bəy çox detallı, ətraflı demək olar ki, məsələni izah elədi və Mübariz bəy, mən də o qədər diqqətlə qulaq asırdım ki, Qalib bəyin dediklərinə ki, nə baş verir, yəni bazarların bağlanacağına çatacaq qədər nə baş verir və bütün deyilənlərdən özüm üçün qaranlıq qalan bütün məqamlara aydınlıq gətiriləndən sonra belə bir sual yarandı. Yaxşı, ətin qiymətinin qalxmasından başqa ayrı nə dəyişib? Əslində, bir mövzunu deyim, bayaq danışırdı müəllim, sözünü etmədim. Bəllidir ki, xəstəlik var.
əvvəllər də olub. Mən uşaqlıqda kənddə yaşamışam, kənddə də olub. Bu xəstəlik hətta biz qıfınan heyvana yemək də verirdi, ağız yarasından yeyə bilmirdi. Bu indi deyil. Sadəcə indi, yəni, sosial o qədər sürətli inkişaf edib ki, rahat Sosial media. Bəli, sosial rahat çəkib paylaşır. O vaxt mən çəkib paylaşamırdım. O sayda eləyərdim. Bu bir. İkinci, yaxşı, xəstəlik keçiricidir mi insana? Bəli, keçiricidir. Amma necə? Çarpaz kirlənmə ilə keçiricidir. Yəni, evdə xanımlar əti doğrayır bu lövhədə, bıçaqla. O lövhəni 70 dərəcədə yumur ki, 2 dəqiqə. Götür onu yalandan soyuq su ilə belləyir. Bayaq bir canlı yayımdaydım. Adam deyir, mən setka ilə yuyuram. Deyir, istəyirsən setka, divar setkası ilə yox. Fərqi yoxdur, temperatur olmalıdır orada. Biz nə etməliyik belə halda? Ət elə həmişə olub yeməliyik. Bu ayrı. Buna görə narahat olmasınlar. Yəni, 70-75 dərəcə temperaturda 3 dəqiqə qaynasa belə kifayət edir. Hətta biz əti qaynadırıq. Nə var? Bizdə axı soslu kabab yemək şey var da, sulu kabab. Biraz bunu bişirək. Kabab məsələsini rahat olaq. Gəlin, mən bişirmək tərəfdən danışacağım ona görə. Gəldik yumaq məsələsinə. Əvvəla ət alan adam 2 dənə doğrama lövhəsi və 2 bıçaq ala bilər. Əgər yoxdursa, kənd yerində çox adam taxtada doğrayır. Bayaq baxıram, kötükdə doğrayırlar qəssablar. Bir mənalı olmaz. Birində xəstəlik olsa, o daşıyıcı keçə bilər. Kötük vasitəsilə. Kötük vasitəsilə, bıçaq vasitəsilə. Nə edir? Xanım əti doğrayır. Üzr istəyirəm. O zaman salaxanalarda kötükdən istifadə olunmamalıdır. Və ya o düzgün şəkildə xüsusi maddələr satılır ki, biz istehsal ərazisində ondan istifadə edirik. Onlar yuyulmalıdır, təmizlənməlidir. Bıçaqlar eyni zamanda mikroblardan arındırılmalıdır. Yəni, o aparatlar da vardır. Yəni, nə etməlidir? Sadə dil edirsə, dezinfeksiya olunmalıdır. Bəli, dezinfeksiya olunmalı. Nə etmək lazımdır? Birinci növbədə mən düşünürəm ki, bu problem deyil də həyatımızın bir parçasıdır bu. Artıq ona görə problem saymıram. Bu var. Yaxşı, çıxış yolu nədir? Əvvəla bazarlardan, bankalarda, balonlarda açıq qatıq satırlar, almayın. Bir mənalı almayın. Çünki siz onu doğrudan mı 60 dərəcədə və ya qaynadıb qatığı çalıbmı deyə o şübhəlidir. Süd alıb özləyin və ya marketlərdə fabrikalar, zavodlar istehsal etdiyi həmin qatıqlardan istifadə edə bilərlər. Bəs süd necə? Hansı südləri ala bilərik? İstənilən südü al, qaynat, sıxıntı yoxdur. Yəni, bu xəstəlik, bu virus temperaturda ölən virusdur. Yəni, bu bəzi viruslar var ki, 80 dərəcədə, 90 dərəcədə ölmür, amma bu elə riskli virus deyil. Yəni biz əti də alıb qaynatsaq, o virus orada məhv olacaq. Bəli, ümumiyyətlə birinci növbədə belə başlayaq da, bəndə bölsək, birinci növbədə sağlam heyvan, sağlam qida ilə qidalanmış heyvan olmalıdır, baytarlıq və qida təhlükəsizliyi nəzarət ilə kəsilməlidir və vətəndaşlar da ondan istifadə etməlidir. Bu qaydadır. Bu zəncir belə olmalıdır. Amma bu zəncirə necə üslubda biz riayət ediriikmi, etmirik. Gördüyümüz kimi biraz əvvəl. Yaxşı, gəldi nəticədə evə. Bir ev xanımı. Bunun o aparatı yoxdur. Amma nə edə bilər? Tövsiyəm bu ola bilər. Doğrama lövhəsində doğradı əti. Əvvəl o çiğ ət hansı bir qaba dəyirsə, o qab 75 dərəcədə yuyulmalıdır. Yəni, çaydan qoysun, qaynasın, qaynar suyu töksün üstünə, məsələ bitmişdir. İkincisi, o lövhəni və bıçağı. Bəzən nə edir? Yuyur, təzdən salatı doğrayır. Bu, əgər varsa, bu keçəcək. İnsana keçdiyi halda nə olur? Barmaq aralarında, ayaqlarında, balaca çivizələr belə çıxır, su verir, ağız boşluğu və ağız nahiyəsində olur və eyni zamanda bədən hərarəti də yüksəlir. Bu olur, ölümcüldür deyil, amma bilmirəm, immunitet zəif olsa bəlkə də ölər, bəlkə Hər halda son 30 ildə Azərbaycanda rast gəlinmədiyini bildirdi Səhiyyə Nazirliyi. Bununla bağlı açıqlama yaydı. Çünki biz əti qaynadıb yeyirik. Mən deyirəm ki, bizdə olubdur da, bişiririk. Biz bəzi ölkələr kimi
əti çiğ marinat elib yemirik. Emin bəy də bir qədər əvvəl bu nüansa Bizim toxundu. kültürümüzdə yoxdur. Amma nə var? İstənilən Amma o halda- misalımız da var. İgid canlı, kabab Kabab canlı. qanlı, Onu da bəli. biz deyirik yəni. Amma belə bir məsələ var ki, siz düşünməyin ki, 20 il bundan qabaq, 30 il bundan qabaq bu xəstəliyə yoluxulmuş bir insan indi xəstəlik tuta bilməz. Belə şey deməyək. Çünki indiki insanlar immuniteti zəifdir. O vaxtki insanlarla, yaşam tərzi ilə, istək təmizliyi ilə indikində çox fərq var. Yəni haqqında danışdığımız virus, xəstəlik o da bir mutasiya prosesi keçə bilər. Bəli, necə olur? Çünki bizdə uşaqlar çox həssas böyütmüşük. Bizim kimi torpaqda, palçıqda, tövlədə böyümüyük bunlar. Yəni həssasdırlar. Onlar adi peyin qoxusuna allergiyası olan uşaqlardır bəzisi. Aydın. Yəni buna görə də lövhəni, həmin yuyu, təmizliyi, səlqəliyi qorumalıyıq. Biraz əvvəl müəllim qeyd elədi. Biz birazdan davam eləyərik. Bəli, biz bir neçə dəqiqədən sonra yenidən studiyaya qayıdacağıq və mühüm sualların cavabını axtarmağa çalışacağıq. Şəhid ailələrini və qazilərimizi yaşatmaq bizim borcumuzdur. Yaşad Fondu İctimai Televiziya ilə birgə Yaşad Xeyriyyə Marafonuna start verir. Bizə qələbəni yaşadanları gəlin birgə yaşadaq. Yaşad Xeyriyyə Marafonu 6 noyabr saat 17:00-da İctimai Televiziyanın canlı yayımında. Şanlı zəfərimizin 5 ili və Yaşad Fondunun yaradılmasının 5 ili münasibəti ilə noyabrın 6-sında saat 17:00-da Sabah Saxlama studiyasında Yaşad Xeyriyyə Marafona start veriləcək və siz hazırda gördüyünüz bu QR kod vasitəsilə bu andan etibarən Yaşad Fonduna ianə edə bilərsiniz. Və bir daha xatladaq 6 noyabr saat 17:00-da bu studiyada Yaşad Xeyriyyə Marafonuna start veriləcək. Biz isə hazırda Sabah Saxlama studiyasında dabaq xəstəliyi təhlükəsindən danışırıq və sual vermişik ki, ət yemək olarmı? Və suallarımız əslində çoxdur və studiyadakı olan qonaqlarımızla müzakirəmiz qaldığı yerdən davam edir. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimovla davam edəcək. Yusif müəllim, bax bir qədər əvvəl Emin bəyin toxunduğu bir nüans vardı ki, bu təhlükənin müəyyən mənada qabaqlayıcı tədbirləri atılmalıydı. Mən istərdim ki, bu istiqamətdə sizinlə davam edək. Həmin o qabaqlayıcı tədbirlər nə ola bilərdi? Hörmətli həmkarım Qalib müəllim də dedi və digər iştirakçılar dedi, dabaq xəstəliyi deyirlər, əvvəldə də müşahidə olunub. Yəni, bu demək ki, dabaq xəstəliyi bizim respublikasında endemikdir. Yəni, bu xəstəliyin virusları xəssas heyvanlar arasında və ətraf mühitdə dövr eləyir və həm də transsərfət xəstəliyi dediyimiz kimi külək vasitəsilə, tranzit nəqliyyatlar vasitəsilə digər ölkədən gətirilə bilər. Bunlar aydın məsələdir. Yəni, bəs bu təhlükənin qarşısını ala bilərikmi ki, bu mərhələyə gəlib çıxmasın? Sözümü ora gətirib çıxardıram ki, yəni, bu təhlükəni, ona görə də dabaq xəstəliyinə qarşı profilaktik tədbirlər, peyvəndləmə tədbirlər həyata keçirilir. Hər il üçün tərtib olunmuş epizodik tədbirlər planı var. O tədbirlər planında 2 dəfə ildə iri buynuzlu və xırda buynuzlu heyvanların profilaktik peyvəndləməsi nəzərdə tutulub. Yəni nəzərdə tutulub, yoxsa həqiqətən keçirilir? Nəzərdə tutulub və ilin birinci yarısında tədbirlər planı başa çatıb, ikinci yarısında da tədbirlər planı başa çatmaq üzrədir. 80%-dən yuxarı heyvanlar Proses gedə-gedə bazarlar bağlanır ki, dabaq xəstəliyi yayılır. Söhbətimi gətirim, oraya üzr istəyirəm. Gəlin, buyurun. Yəni, profilaktik tədbirlər aparılır. Bunlar var. Və profilaktik peyvəndləmədən yayılan təsərrüfatlar var. Ki, hansı ki, heyvanın profilaktik peyvəndləməyə cəlb elətdirmir, gizlədir və yaxud da təsərrüfat yaradır, onu qeydiyyata aldırmır. Belə heyvanlar arasında da bu xəstəliyin baş verməsi mümkündür. Dediyimiz kimi, virus həmişə ətraf mühitdə var. Demək ki, peyvəndləmə prosesindən gizlədilən heyvanlar. Bəli, yayındıran heyvanlar var. O zaman biz fermeri maarifləndirə bilməmişik. Bir şey əlavə edeyim. Yəni ki, üzr istəyirəm, yəni adamlar var ki, peyvəndləməyə heyvanı cəlb eləmir. Necə ki, biz özümüz peyvəndləməyə
marağımız olmayıb. Covidin vaxtında da yayınanlar olub. Eyni qaydada buradadır. Yəni insanlar onu heç nə izah edə bilmir, sadəcə yayındırırlar. Yəni belə heyvanlar Buyurun Mübariz bəy. Qalib bəyin də sözü var. Buyurun. Buyurun Qalib Buyurun, bəy. ikiniz də Siz dinləyəcəyik. böyüksüz. Yox, əstəğfurullah. Bu bunun davamıdır, ona görə Buyurun. deyirəm. Mən amma kəsə sözün bir neçə deyəcəyəm. Mən bilirsiniz, istəyirəm diqqətdən yayınmasın ki, ən etibarlı vaksin istər insanda, istər də heyvanlarda istifadə olunan vaksin. Ən etibarlı vaksin əgər 70% immunitet yaradırsa, o etibarlı hesab olunur. Yenə də fikir verirsinizmi? Lap 100% heyvanı vaksinasiya eləsək də, o onun 70%-ında immunitet yaradacaq, 80%-ında yaradacaq, 100%-də yaratmayacaq. Ona görə də digər bioloji təhlükəsizlik tədbirlərini biz unutmamalıyıq. Bugünkü bazarların bağlanması ki, müzakirə mövzusudur. Bu, həmin o bioloji təhlükəsizlik tədbirinin biridir ki, bazara heyvan gətirən maşın dezinfeksiya bariyerindən keçməlidir ki, dezinfeksiya olunsun. Bir təsərrüfatdan gələn heyvanın digər təsərrüfatdan gələn heyvanla təması olmamalıdır. Nəzarətdə varmı ki, doğrudan mı geçdi? Bu var. İndi necədir? Mübariz müəllim, demək, bazar necə qurulmalıdır, infrastrukturu nəzarəti necə qurulmalıdır? Normativ texniki sənəd artıq təsdiq olunub. Bizim hörmətli sahibkarlarımıza təqdim olunub ki, heç kimə bazar yaradıb fəaliyyətlə məşğul olmaq qadağan olunmur. Amma filan şəraitlər düzəlməlidir. İndi bu saat bizim sahibkarlarla ciddi iş gedir ki, bazarlarımız o standartlara uyğun qurulsun. Ondan sonra biz əminliklə deyə Yəni biz biləcəyik hələ ki, indi bu barədə düşünürük. Bazarlarımız standartlara cavab versin. Tədricən ənənəvi olaraq yaranmış bazarlar indiki vaxta gəlib çatır. Amma indi standartlar müəyyən olunub ki, bazar mütləq bu tələblərə uyğun qurulmalıdır. Yeni standartdır bunlar Qalib müəllim, yoxsa? Yəni bizim ölkəmiz Əslində üçün vardır, etməmişdir. Yəni biz dünənə qədər bu standartları tətbiq etmirdik və ya nəzarət mi etmirdik? Yoxsa əvvəldən var ki, kəsimxana necə olmalıdır? bunun hamısı var, bəli. Bəli. Yəni Maşınlar riayət olunması ilə dezinfeksiyadan bağlı necə ciddi keçməli, tələblər gətirərkən? yoxdursa, demək hələ təkcə dabaq xəstəliyindən danışırıqsa, hələ vəziyyət çox yaxşıdır deməli. Mən sizə qeyd elədim ki, axı, dabaq bugün müzakirə mövzusuna çevrilən bir xəstəlikdir. Bizim ümumi həm dövlət, həm özəl tərəfdaşlığı çərçivəsində bütün xüsusi təhlükəli xəstəliklərə hazır olmalıyıq. Bu zoonoz ola da bilər, olmaya da bilər. Mübariz bəy, hansı fikirlərə razılaşmırdınız? Bir qədər əvvəl Yusif bəy. Əvvəla istənilən kəndlərdə belə götürsək, icra nümayəndələri və bələdiyyədən hər bir adamın toyuğuna sahiblər. Bəli. İnəyi, toyuğu bilir. Əgər o iynə vurulmayıbsa, sual verək, o iynələr hardadır vurulmayıb? Yaş qaldı. Geri qaydanda demirsən ki, bu 100-ünü aparmışdın. Və bunun 20-si niyə qaydı? Bu suala studiyamızda cavab tapa bilərikmi? Olar, mən bitirim bu sual bir. 2. İkincisi, istənilən halda belə bir şey var da, məsələn, qaydalar var, amma icraatı nə cürdür? Qaydaları icraat edənlər yoxlanılırmı? Və kim yoxlayır onları? Heç kim. Niyə də? Məsələn, mən özüm ət alanam, bilirəm də ki, restoran işlərlə məşğulam. Və görürəm ki, adam gətirir, kəsib, asıb ora. Yoxlama gəlib, 5 manat, 10 manatını alıb gedib. Bu realdır. Bu istər-istəməz. Gizli də deyil bu, yəni. Yox, bəyin dediyi sadəcə heç kim bunu demir. İri başın qiyməti deyə 10 manat, 20 manatdır, kiçik başın qiyməti. Bu yerdə dərhal biz gəlin, Qalib müəllim, bu məsələləri, bu iddiaları sizdən cavab alaq. Çox üzr istəyirik. Cavab alaq, daha sonra qayıdarıq yerindən sizə. Buyurun Qalib müəllim. Qida təhlükəsi. Yox, biz burada tam sərbəst. Bizim məqsədimiz budur ki, vəziyyət... İnsanlar bilir də nəyin nə getdiyini. Bəli, biz ona görə də aidiyyəti qurumuna bildirmək. Gəlin dərhal cavab Bizim alaq. məqsədimiz budur ki, vəziyyətdən çıxış yolu tapaq, elədirmi? Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərəndən sonra sizin dediyiniz epizod ki var, gəlib, baxıb, pulunu alıb, bu məsələ, bu fakt yoxdur. Əgər varsa, xahiş edirəm onu bildirim, orada araşdırma aparaq. Yaxşı, buyurun. Bizim tövsiyəmiz budur ki, heyvan ancaq heyvan kəsim müəssisəsində kəsilsin, orada mütəxəssis müayinəsindən keçsin, müayinə 2 mərhələdə keçir. Bir heyvan hələ kəsilməmişdən öncə həm orqanoleptik, həm instrumental müayinə aparılır. Heyvanın əgər xəstəliyə şübhəsi varsa, bir mənalı şəkildə o kəsimdən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra da bəzən elə məsələlər, elə problemlər var ki, elə xəstəlik halları var ki,
heyvan dirikən onu müayinə eləmək mümkün deyil. Mütləq kəsilən cəmdək mütəxəssisin iştirakı ilə baytar sanitar ekspertizasının keçməlidir. Keçəndən sonra da həmin müəssisədə cəmdək bir neçə saat soyudulmalıdır. Bəli. Soyudulmada siz yəqin ki, fikir vermişsiniz. Cəmdəyin üzərində bir örtük kimi əmələ gəlir. O örtük əmələ gəlmə ətin yetişməyinin nişanəsidir və o ətin sağlamlığına çox böyük müsbət təsir edir. Üzr istəyirəm. Orada ödəniş var. Çünki dövlət rüsumu müəyyənləşir. Mən ödənişdən deyirəm, İri buynuzlu yoxlamadan. heyvanın ödənişi dövlət büdcəsinə 5 manat, xırda buynuzlu heyvanda 4 manat. Mən olar mı bir şey deyim? 5 manat niyə alınır? Yoxlansın deyə. Bəli, bəli. Amma gəldi, baxdı, al bu peçat, Bəli. deyil. Faktiki elədir bu dəqiqə. Mən bu real olaraq çəkib gətirib göstərə də bilərəm. Biz çəkmişik də. İndi mən Buyurun, Yəni Emin bəy. məsələ, Buyurun. üzr istəyirəm. Buyurun. Məsələ, bu qurum bunu yoxlayır. Nə qədər yoxlaya bilir? Gücü yetirmi? İşçi personalı yetərlidirmi? Və mən demirəm ki, niyə yetmirsiniz? Siz yaxşı deyirsiniz, sənət sübut budur. Amma real o deyil. Reallıqda, indi çox üzr istəyirəm də, bugün gündə adi bir kiçik qəsəbədə belə bir 10 dənə qəssəbxana var. Və orada da gündə bəlirli bir ətlər kəsilir. Və gəlirsən ki, deyirsən ki, bunun laboratoriya cavabını ver. Yaxşı, o zaman belə deyək. Əgər mən əti almışamsa, dabbaq xəstəliyi, qaynatmamışam, aldım ki, bu xəstəlik var. Bəli. Sorumlusu kimdir? Cavab de kimdir buna? yoxlayan. Buyurun Emin bəy, sizin də fikirlərinizi eşitdik. Bu məsələdə, yəni burada biz belə deyək də gizli bir şey danışmırıq. Burada həqiqətlər var. Bu bağlanan 28 dənə bazarın hamısında Aktanın baytar nümayəndəsi var. Bu heyvanlar oraya öz başına gəlmir. Girməyib, bəli. Biz bu məsələ ilə əlaqəli ümumiyyətlə Aktaya böyük müraciətlər eləmişik. Ən böyük məsələlərdən biri bilirsiniz də hər gün kəsim yerlərini bağlayırlar. Bir neçəsi bizə müraciət elədi ki, gəl mənim kəsim yerimə bax. Mübahisəli məsələ var idi. Biz təbii ki, hər zaman devlətdən yana oluruq, amma sahibkarın da yəni dediyi doğru şeylər var. Getdik, baxdıq ki, doğrudan da yeri o cəriməni alacaq bir yer deyildi. Yəni hamısı elə deyildi, amma elələri də var idi ki, bunu yəni həqiqətən cərimə yazmaya bilərdik. Mən də Gəncəliyəm, Gəncədə idim Ramazan ayında. Dostlarımız orada dedilər, restoranları var. Təbii ki, indi bizim işimiz budur da, restoratorlarla işləyirik. Bütün ölkədə hamı ilə biz əməkdaşlıq eləyirik. Dedilər ki, bizə çox böyük əziyyət verilir. Biz də hər dəfə gedəndə belə heyvan kəsiriklə. Dedilər ki, bu dəfə 15-20 manat qoyunun qiyməti bahadır. Çünki müəyyən xərclər var. İndi mən ittiham eləmək istəmirəm. Qardaş, nə xərclərdir? Belə-belə. Gəncə şəhərində bilinən ateist var. Körpüdə hamı Gəncə cəmaatı bilir. Ateistin yanında kəsim yeri var. Durdum səhər tezdən, sabah namazından sonra getdim ora. Elə dedim, baxım görüm bu nə prosesdir. Gördüm ki, heyvan gəlir ora. İri buynuzlu heyvan. Məndə bütün hamısının hesabatı var. Yəni istəsəz kim istəyirsə, indi biz ictimai elə şey paylaşmaq istəmirik, amma kim istəyirsə paylaşa bilərik və o gizli də deyil. Heyvan gəlir qulağında bir kasız. Bu etiketsiz. O etiket nə üçündür? Heyvan doğulanda onu vururlar, qeydiyyatı alıb təqib eləyirlər. Nə zaman vaksin vuruldu, hansı bölgədədir, bütün onun belə deyək də profiling deyirlər ona. Heyvanın profili olur. Gördük ki, heyvan gəlir. Mən kənardan baxıram, heç kəs bilmir mən kiməm. Yəni baxıram ki, heyvanın qulağına birka vurulur. Baytar həkim birka vurur heyvanın qulağına. Heyvan gedir kəsilməyə, sonra o birkanı çıxardır oradan. Bir dəqiqə dayan qardaş, bu necə mexanizmdir? Ondan sonra onlara əlavə xərc var. Deyir ki, heyvan gəlməlidir çirkli maşında. Yəni çirkli dediyimiz, yəni o gəldiyi maşında ət getməməlidir. Tamamilə doğru prosesdir. Yəni orada peyin var, çarpar çirklənmə. Bəli, fərqli maşınlarda da. Bəli, bu bir xərcdir, amma bu qəbul olunan xərcdir. Ondan sonra rəsmi ödənən bir rüsum var, müəllim qeyd elədi. Amma ondan başqa da xərc var. Və biz bu xərci, sonra orada bizim baytar həkim var. Mən yaxınlaşdım ona. Heç yəni o yoldaş da anlamadı nə məsələdir. Biraz detallar da araşdırdıq. Bunların hamısı raport var bizdə. Biz gəldik Aktaya dedik ki, rəsmi müraciət elədik ki, əziz Akta, sizdən xahişimiz budur ki, sahibkarlar deyir ki, biz əti hardan ala bilərik? Bizə şəffaf şəkildə internetdə, öz səhifənizdə qoyun ki, qeydiyyatdan keçmiş yerlər haralardır? Cavab nədən ibarət oldu? Cavab bizə oldu ki, əgər qeydiyyatdan keçmişləri istəyirsinizsə, oturun internetdə, biz qeydiyyatdan keçdikcə onları bir hesabat var, PDF-də qoyuruq oraya. Yəni, bu qeyri-mümkündür bunu eləmək. Gəlimiz Qalib bəy Ustaq və elə Emin bəyin sualına müraciət edək ki, bu necə mexanizmdir? Və rəsmi məktubdur. Deyim sizə, əvvəla o heyvan kəsilməyə gəlmiş heyvanın kəsilməsinə görə bir sahibkar müəssisəyə hansısa ödəniş eləyirsə, bunun Qida Təhlükəsizliyi Agentliyinə aidiyyəti yoxdur. Qida Təhlükəsizliyi Agentliyinin vəzifəsi
heyvanı baytar sanitar ekspertizadan keçirmək və dövlət rüsumunun ödənilməyinə nəzarət eləməkdir. Çünki qida təhlükəsizliyi informasiya sistemində əgər ödəniş olmayıbsa, onda sonraki mərhələlərə, yəni ekspertiza avtomatik olaraq generasiya olunmur. Amma bu ödəniş eləmək üçün müəssisəyə nə qədər pul ödəyəcək, onu pulsuz eləyəcək, bunun qida təhlükəsizliyi agentliyinə aidiyyəti yoxdur. Hara aidiyyatı var onun? Gəlin müəyyənləşdirək. Hansı İki qurumda? sahibkarın arasındakı olan sövdələşmədir. Mən bura bir İkinci bir məsələ. Bildiyiniz kimi heyvan kəsiminin tənzimlənməsi barədə dövlət başçısının sərəncamı var. Bu sərəncama görə həm yerli icra hakimiyyəti orqanlarının, həm polis orqanlarının üzərinə məsuliyyət düşür. Qida Təhlükəsizliyi Agentliyi qaydasız yerdə, yol kənarında, ağacların dibində və s. kəsilən heyvan üçün cavabdehlik daşımır. Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş kəsim müəssisələrinin siyasi barədə agentliyin internet resurslarından hamı məlumat əldə edə bilər. Xeyr, yoxdur orada. Və hazırda ölkədə əgər 2018-ci ildə Respublikada cəmsi 6 qida kəsim müəssisəsi var idisə, indi Respublikada 120-dən çox heyvan kəsim müəssisəsi var. Yəni agentliyin hazırda saytına daxil olsaq, o məlumatları əldə etmə imkanınız yoxlaya bilərsinizmi telefonunuzda? Heyvan kəsimi Emin bəy, siz yoxlayın, baxın görün, mümkün. Siz əməkdaşlarınız baxa bilir, biz onun mütəmadi Respublikada yoxlayırıq. heyvan kəsimi müəssisələrinin potensial imkan verir ki, istehlak olunan ətin hamısı orada kəsilsin, əmal olunsun, çıxsın. Təsdiq olunmuş bazarların, çox üzr istəyirəm, təsdiq olunmuş bazarların bizim dərdimiz çoxdandır. Çünki ictimai yaşayış obyektləri bizdən bunu tələb eləyirlər və biz bunu deyirik. Aktanın veb səhifəsində və yaxud da başqa bir yerdə də ola bilər, heç fərq eləmir. Təsdiq olunmuş bazarlar yoxdur. Siyahısı. Bazarlar nədə işiniz? Məsəl üçün, bu heyvan bazarını biz təsdiq eləmişik ki, buradan heyvan ala bilərsiniz. Heyvan bazarı qida təhlükəsizliyi qanununa görə sadəcə qeydiyyatdan keçir. Bəli, qeydiyyatdan keçmişdir. Təsdiq tələb eləyən müəssisə deyil. Qeydiyyat olsun. Əgər olmasa, mən hardan deyərdim ki, 28 bazar respublikada. Tamamilə doğrudur, amma 28 bazarın olduğunu heç kəs bilmir axı hardasa. Bilir, kim maraqlanırsa, kimə lazımsa. Biz maraqlanmışıq, rəsmi müraciət eləmişik. Heç bilmədən adam, heyvan biznesi ilə məşğul olan adam bilir ki, bazar hansı rayonlardadır, həftənin hansı gün işləyir. Vətəndaş olaraq bilmək istəyirəm. Mən asasatçı olaraq bu məlumatı biz yazmışıq. Biz asasatçı olaraq qida sektorunda bu məlumatı bizə vermirlər. Məktubla müraciət etmişsiniz. Məktubumuz var, müraciət ediblər və bizə deyirlər ki, biz o məlumatları qeydiyyatdan keçdikcə mütəmadi həmin aya aid olan neçə müəssisə qeydiyyatdan keçibsə, bu ət ola bilər, başqa ola bilər. Nə zaman göndərmisiniz məktubu? Biz bunu keçən il müraciət eləmişik. Çünki siz istənilən vaxt o məlumatı ala bilərsiniz. Biz rəsmi müraciət eləmişik, göndərə də bilər. Üzr istəyirəm. Biz bunu bizim Akta ilə görüşümüzdə bir təklifimiz oldu. Bax, məsəl üçün, bəy bu gün deyir ki, bizim 120 dənə bugün üçün kəsim yeri var, düzdür. Azərbaycan Respublikası ilə bütün hər yerinə keçərlidir o qanun. Bizim hələ indi 120 kəsim yerimiz var. Biz insaçılıq yaratmışıq. İnsaçılığı avtomatik özümüz yaratmışıq və o qanun qüvvəyə minəndə mən sizi əmin edirəm ki, Gəncədə bir dənə yer təsdiq olmuşdu. Restoranlar bizə dedilər ki, qardaş, bizim çox özümüzün böyük ərazimiz var. Akta bizə göstərsin ki, hansı tələblərə uyğun biz eləməliyik, öz əməkdaşını qoysun bura və biz bunu tikək onların standartı ilə özümüzdə kəsək, digərləri də gəlsin, kəssin. Və mən hətta təklif elədim ki, şəxsən özüm və bizim ət sahəsində olan komissiya ilə ki, 3 ölçüdə də eləyə bilərsiniz. Kiçik, orta, böyük ölçü ola bilər və bu şəkildə həm dövlət sahibkara bu işi gördürür, çox yaxşıdır da, sahibkarın da işi həll olur. Təsəvvürünüzə gətirin, Gəncə şəhərində bir dənə kəsim yeri var idi. Sahibkar qoyunu əyləşdirirdi nəqliyyat vasitəsinə, uzun məsafə aparırdı. Təklifinize cavab nə oldu? Təklifimizə cavab oldu ki, siz internetdə bu günə, bax bu günə... 3 kəsim, mən sizə məlumat vereyim. Buyurun. Gəlin, nə var onu danışaq. 3 ölçüdə, kiçik ölçü, orta ölçü və böyük ölçüdə kəsim müəssisələrinin layihəsi 3 il, 4 il bundan qabaq hazırlanıb və bütün sahibkarlara da xüsusən rayon icra hakimiyyətlərinə göndərilib o layihələr. İnternet səhifəyə qoyaq, ictimai olsun. O layihələr göndərilir. Heç bizim xəbəri yoxdur. Aydındır, gəlin biz qaydaq yenidən dava xəstəliyini. Yusif bəy dinləyək, çünki Yusif bəyin fikirləri bir qədər yarımçıq qaldı. Mən istəyirəm ki, bu yerdə biz tamaşaçıların da suallarına cavab axtaraq. Çünki demək olar ki, bütün bölgələrdən bizə yazırlar. Mən onların cəmi bir neçəsini oxumağa vaxt etibarilə çatdırmayacağım deyə bir neçəsini təqdim edəcəm. Sahil bəy yazır ki, mən Cəllabaddan narahat eləyirəm sizi. Mənim heyvanlarım dabaq tutmuşdu. Baytarlıq idarəsinə zəng elədim. Mənə dedilər ki, bizdə lazımi dərmanlar yoxdur. Gedin heyvanınızı müalicə eləyin. Digər bir nəfər Ucardan yazır ki, mənim bir öküzüm var idi, qızdırırdı. 4 gün həkim müalicə elədi. Baytar həkimi səhər
Hə, yəqin demək istəyir ki, 4 gün onu baytar həkim müalicə eləyib. Səhər durdum, gördüm ki, heyvan ölüb. 150 kiloqramda əti var idi. Mən neyniyim? Digər tamaşaçı yazır ki, bizdə mal-qara arasında dabaq xəstəliyi çox geniş yayılıb. Qəssablar da dayanmadan ət kəsib satırlar. Bunun ziyanı nə dərəcədə var? Nazim müəllim bunda yardımlıdan yazır. Yəni, elə bir bölgə yoxdur ki, həyat olan bölgələrdən bəzi bölgələrimiz işğaldan azad olunub, amma hələ insanlar köçməyib. Amma həyat olan bölgələrin hamısından bizə bax, belə bənzər mesajlar yazırlar. Onlara ümumiləşmiş hansı cavabı verə bilərik? Yəni, dərman yoxdur, özünüz heyvanınızı müalicə eləyin. Mübariz bəyin bir qədər əvvəl dediyi vurulmayan peyvəndlər qərarı var. Orada demək, xüsusi təhlükəsizlik xəstəliklərin siyahısı verilib. Hansı ki, onların diaqnostikası, profilaktikası və ləğvi dövlət büdcəsində maliyyələşdirilir. Bunlar qara yara xəstəliyidir, dabaq xəstəliyidir, bruselloz xəstəliyidir, quduzluqdur, nodulyar dermatitdir, xırda vücudların çiçəyidir və digər xəstəliklərdir. Bu xəstəliklərin profilaktikasının, yəni peyvəndlənməsinin həm peyvəndin özünün, həm də vurulmasını dövlət büdcəsindən maliyyələşir. Digər xəstəliklərin müalicəsi dövlət büdcəsinin yox, vətəndaşın şəxsi hesabında maliyyələşir. Və bizim Aqrar Xidmətlər Agentliyi olaraq dövlət büdcəsindən bizə ancaq peyvənd vasitəsi ayrılır, dezinfeksiya maddələri ayrılır və müalicə dərmanları bizə ayrılmır. Yəni ona görə də bizim həkimlər deyə bilərlər ki, dərman siz alın, biz xidməti biz göstərə bilək. Ancaq bütün sağoluşlara bizim baytarlıq idarələri gedirlər və vətəndaşlara lazım kömək göstərirlər. Sadəcə olaraq vəsait ayrılmadığına görə, müalicə dərmanları üçün vəsait ayrılmadığına görə onlar o dərmanı verə bilmirlər. Bəs bununla bağlı yerlərdə vətəndaşlar niyə məlumatlı deyil? Bəlkə maarifləndirmə tədbirləri yetəri qədər effektiv aparılmır. Vətəndaş həmişə istəyir ki, onun dövlət kömək eləsin, onda bir sözlə. Yəni, onu da dövlət versin, müalicə vasitəsində dövlət versin. Yəni, dövlət peyvəndlənmə və dezinfeksiya maddələrini dövlət ayırır. Və peyvəndin tətbiqində dövlət vəsait hesabına ayrılır. Mübariz bəyin əlavələri var. Mən belə bir şey deyim. Kənd təsərrüfatının inkişafına görə, heyvandarlığın inkişafına görə dövlət vətəndaşlara bildiyim qədər iri buynuzun alınmasına dəstək olur. %60-ı filan, düzdürmü? Belə bir layihə var deyə bilər. Bəli, layihə var. Nə qədər keçərlidir, keçərli deyil, alınır, necə alınır. Bu da başqa bir məsələdir. Amma elə onu eləyincə hazır mənim malım ölür də. O dediyi dərmandan sizə alsınlar, həmin büdcədən də ayrılsın ora, vətəndaşa da dəstək olsun. Adam var ki, 2 inəyi var, gündə südün sağır, deyir, çörək ağır gətirir. Bunun dərman almağa gücü yoxdur, dərman gəlib gətirə bilmir. Bu ayrı bir məsələ. İkinci məsələyə qaldı, müəllim. Qida Təhlükəsizliyi Agentliyin doğrudur, gördüyü işlər var, bu danılmazdır. Gücünüz nə qədər yetir, bu başqa bir məsələdir. Yəni, adam var ki, bütün yükü deyir ki, mən edərəm. Amma o elə deyil də, qaldıra bilmir. Heç nəyə də çatdıra bilmir. Çatdıra bilmir. Bugünkü də kəsimxana deyirsiniz. Biraz əvvəl müəllim qeyd elədi. Bu çox önəmli məsələdir, vacib bir məsələdir. Kəndli bir dana kəsəcək, bir qazel çağırır. Qoyur qazelə. Qazelə verir 50 manat. Qazel bunu apar, kəsimxana harada kəs. Sonra başqa bir maşın gətirməlidir. Təmiz soyuduculuğu olmalıdır, standartlara cavab verməlidir, yoxsa akta tutub cərimə eləyəcək, filan. Bu ət yığılmalıdır, ora təzdən o götürməlidir, kənddəki yerinə kəndcə satmalıdır və ət niyə bahadır? Biz kənddə Avropa standartı istəyirik. Bu şərtlərdir. Gəlin bunu alsın. Ət üzr istəyirəm. Buyurun. Ətin qiymətini qaldıran amillər var ki, biz onu görməməzlikdən gəlirik. Əgər bir 100 kiloluq mənim danamda 120 manat mən daşımacılıq xərci çəkirəmsə, deməli, orada 1 manat artdı. Baytarlığa pul verdim, kəsimxanaya pul ödəməsin, o baytarlığa getmir. Kəsimxananın xərci. Deyir ki, mən də burada qoymuşum 20 manat. Orada da insarçılıq var. Bir dənə, 2 dənə yer təsdiq olubdur. Böyük şəhərlərdə. Başqa yerə deyil. Hamı gətirməli. Yəni, bütün o xərclər avtomatik olaraq ətin qiymətinə təsir edir. Təsirdə də nəsil etibarı vətəndaşa. Buyurun. Yusuf bəyin əlavələri var, buyurun. Düzdür, bizim kompensasiya deyil, sadəcə deyirəm. Dünyanın hansı ölkəsində hər küçədə bir kəsimxana var? Kəsimxana hər yerdə mərkəzləşmiş kəsimxana olmalıdır və oradan getməlidir. Yəni, mənim vətəndaş və baytar kimi fikrimdir. Yəni, 1 dənə, 2 dənə, 3 dənə böyük kəsim müəssisəsi olmalıdır. Heyvanlar orada kəsilməlidir. Oradan mərkəzli paylanmalıdır. Hər kəs öz düşanın qabağında heyvan yeri yıxıb. Ondan razıyam sizin fikrini. Amma gəl belə deyək, müəllim. Abşeron üçün neçə kəsimxana var?
Bakıda, Abşeronda, Abşeron, tək Abşeron. Bax, Xırdalanda. Bakı ilə Xırdalanda. Xırdalan ikinci böyük yaşayışı olan şəhərdir. Neçə kəsim? bayaq dediyiniz Abşeron qeydiyyatdan keçmə yarımadasında məsələsi. 20 kəsimxana fəaliyyət göstərir. Yox, Xırdalan ərazisində, siz dediniz Mehdabadda var. Yox, Məhəmmədidə var. Xırdalanın özündə Zəhmət Ruzi var. Zəhmət Ruzi özü üçün. Yox, özün, o sənə qoymuram ki. Yox, kəsim müəssisəsi var orada, böyük Yox, stan. mənim Zəhmət bax, Ruzin çox özü üzr istəyirəm. Orada ən azı 1 milyona yaxın əhalidən Bəli. söhbət gedir orada. Tamamilə doğrudur. Və siz 1 milyon əhalinin gündəlik ət tələbatını hesablayın. O halal Zəhmət Ruzi deyirsiniz. Oraya heç o malı yığsan sığdırmaq olmaz. Bir də o kəsməyəcək başqası üçün. Onun özünün böyük müəssisəsi var. Düşünün, bir dənə Qurtuluş 93 yaşayış kompleksində 8 dənə qəssabxana var. Nə qədər də insan yaşayır. O əti necə gətirib? Biz buna çözüm... Nə təklif eləyirsiniz? Mən təklifim nədir? Təklif olar bir vətəndaş kimi deyirəm ha bunu. İnsan sayına görə kəsimxanalar təyin olunmalı. Yox, bilirsin nətə? Bugün Bakı 5 milyon... Özəl sektor eləməlidir bunu. Özəl sektor eləməlidir. Amma elə xahiş eləyirdik ki, Qida Təhlükəsizlik Agentliyinin vəzifəsi metodik köməklik göstərməkdir. Mən bugünkündə gedim, kəsimxana açın. Əziz qonaqlar, gəlin bir-birimizi dinləyək. Bax, Siz deyirsiniz ki, kəsim yerlərinin sayı artmalıdır. Qalib müəllim deyir ki, bunu özəl sektor etməlidir. Emin bəy deyir ki, özəl sektor müraciət edir, amma o razılığı ala bilmirik. Tamaşaçı isə yazır ki, Quba rayonu, İsnov kəndi, Paşayev Qafur, dabaq xəstəliyinə qarşı olan dərmanlarda ümumiyyətlə keyfiyyət yoxdur. Yəni, baxırıq ki, bu istiqamətdə müxtəlif haçalanmalar var. O ayrı bir mövzudur. Ona razıyam. Tək o deyil. Əkinçilik üçün istifadə olunan kübrələr ki, buğdanın inkişafı üçün. 5 dəqiqə vaxtımız qalıb, bərabər bölərək təkliflərimizi bu mövzu barədə səsləndirək. Xahişim budur ki, bir vətəndaş kimi burada niyə varam mən? Cəmiyyətin adından çıxış edirəm. Onun tərkibini yoxlasınlar. Dərmanların tərkibini yoxlasınlar. Həmin dərmanlar vurulur, əgər effektsiz olsa, səbəbləri var bunun. Əvvəlki dərmanı, bunun tərkibi hissəsini bir yoxlasınlar, görsünlər. Doğrudan mı bu, onun effektliliyi nə dərəcədədir? Bu faydası nə dərəcədədir? Amma bugünkü üzr istəyirəm. Dabaq məsələsinə də qısa deyirəm, 2 saniyə bitirəm. Əsas vətəndaşların müraciətim buradandır. Çox təhlükəli bir şey deyil. Ət ala bilərsiniz, amma mütləq və mütləq ət nəyə toxunursa onu yaxşı şəkildə qaynar su ilə yuyun, əti də yaxşı-yaxşı qaynadın və istifadə edin. Çarpaz kirlənmədən özünüzü qoruyun. Buyurun Emin bəy. Emin bəy, sizin təkliflərlə tanış olaq. Konkret məsələ ilə əlaqəli. Bu 28 dənə bağlanan bazar üçün hələ heç kəs bilmir ki, konkret nə olacaq orada, nə edəcəklər ki, bağlayıb dayanmışıq, yoxsa xüsusi tədbirlər planı var, nədir o tədbirlər planı? Hər şeyi toplayıb yandıracağıq mı orada? Dezinfeksiya üçün deyək ki, hovuzlar mı qoyulacaq, xlorlu sular? Bunlar hələ bilsiz, düşünürəm ki, Cənab Prezidentin çox yaxşı bir neçə dəfə qeyd elədiyi bir məsələ var. Dövlət qurumları şəffaflaşmalıdır və ictimai iştirakçılığı təmin eləməlidir. İctimai iştirakçılıq təmin olunmadığı sürəcə kənardan mütəxəssislər, peşəkarlarla oturub bir masada oturmaq istəmədiklərinə görə qurumların bəziləri, özlərini daha savadlı bildiklərinə görə. Bunların hamısı sıxıntı yaradır. Bu hamısı bu vətənin evladıdır da. Bunlar da gəlsin fikrini desin, dəstək olsun. Buradakı bu 28 dənə artıq bazarın bağlanması bu ciddi bir rəqəmdir. Bayaq siz deyirdiniz ki, məsəl üçün rəqəmləri qarşılaşdıraq keçən il 28 dənə bazar bağlanmamışdı. Bu il amma bağlanıb. Demək ki, bu ildəki vəziyyət keçən ilə görə daha acınacaqlıdır. Keçən ildən Amma yenə də əlimizdə real bir rəqəm yoxdur ki, nə qədər heyvan qabaq xəstəliyinə yoluxur. 28 bazarın bağlanması bizim üçün artıq bir rəqəmdir. Bu həm də bildirildi ki, o məsələ önə çəkildi ki, standartların tətbiqi ilə bağlı o məsələyə də qayıdacaq. Yusuf bəy, sizin təkliflərlə tanış olaq, son dəqiqələrimizdir. Mən heyvan bazarlarının bağlanması ilə danışmaq istəyirəm. Yəni ki, bir dəqiqə vaxtınız var mı? Qalib müəllim dediyi kimi, regionda real təhlükə olduğuna görə heyvan hərəkətini məhdudlaşdırmışıq və bazarlarda dezinfeksiya işləri aparılır, mexaniki təmizləmə aparılır, Qida Təhlükəsizlik Agentliyinin müəyyən tələbləri var. Tələblər yerinə yetiriləndən sonra bazar açılacaq, fəaliyyət göstərəcək. Yəni bu demək deyil ki, heyvanların dayanıb. Heyvanlar istənilən həyətdən təsərrüfat sahibi sata bilər və ondan kəsb məntəqəsində kəsə bilər. Və bu yerdə bir tamaşaçımız yazır ki, çox xahiş edirəm qonaqlarınız bu sualı cavablandırsın. Son 3 ildə vaksinlər hardan alınıb? Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda analizdən necə keçib və qeydiyyata alınıbmı? Xahiş edirəm bu sualımı qonaqlarınız cavablandırsın.
Qabaqki məsələyə toxunum. Yəni bu məsələyə cavab verək tamaşaçının sualına. Bu vaksinin alınması dövlət satın almaları haqqında qaydaya, qanuna uyğun keçirilir. Kənd Təsərrüfat Nazirliyi satın almanı tender vasitəsilə alır və vaksin Qida Təhlükəsizliyi İnstitutunda dövlət qeydiyyatından keçdikdən sonra ölkəyə buraxılır. Bu bir mənalıdır. Bazarların bağlanması, heyvan satışının dayandırılması anlamına gəlməsin. Bizim sahibkarlar, ailə təsərrüfatları öz həyətlərindən, öz təsərrüfatlarından istənilən vaxtı heyvanı sata bilərlər. Kəsim müəssisələrdə hamısı fəaliyyət göstərirlər. İkinci bir tərəfdən də o bazarlarda hansı işlər görülməlidirsə, bazar sahibkarlarına bu barədə izahat işi aparılıb və məlumatlar verilib və bazar sahibkarları tərəfindən bu işin heç hansına bir narazılıq yoxdur. Çünki faktik olaraq nöqsanlar deyilib ki, bu bazarda bu çatır, bu çatmır. Və bu sözsüz ki, biz 28 bazarda müvəqqəti olaraq bir çətinlik yaranıbsa da, bu bütün əhalimizin bioloji təhlükəsizliyi qorunması üçündür. Bu düzələndən sonra, bundan sonra da daha yaxşı olacaq. Və çox qısa əhaliyə müraciətiniz. Bu təşvişə bir son qoymaq üçün. Müraciətimiz ondan ibarətdir ki, indiki, bugünkü mövzudur ki, ət təhlükəlidir yoxsa yox. Əgər heyvan kəsim müəssisələrində kəsilmiş heyvanın ətindən istehlak olunursa, ətin üzərində möhür varsa, ictimai yaşam müəssisələrinə, ticarət şəbəkəsinə, müşahidə edici baytarlıq sənəti ilə daşınıbsa, o ət tamamilə təhlükəsizdir. İkinci bir tərəfdən də qeyd olunduğu kimi, ət mütləq termik emaldan keçib, yəni bişirildikdən sonra ət və süd istifadə olunmalıdır. Belə olan halda dabaq virusunun insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Bir də xatırladım ki, Səhiyyə Nazirliyinin verdiyi məlumata görə son 30 ildə ölkəmizdə dabaq xəstəliyinə yolunmuş insan aşkar olunmayıb. Hər birimizin sağlamlığımızın keşiyində dayanmaq kimi borcu olduğu kimi həm də mənəvi borclarımız var. O mənəvi borclarımızdan biri və birincisi də bizi yaşadanları, onların yadigarlarını yaşatmaqdır ki, 5-ci il olaraq İctimai Televiziyanın efirində Yaşad Fondu ilə birlikdə xeyriyyə marafonuna start verilib. Artıq bu andan etibarən öz telefonunuzu əlinizə alaraq ekrandakı QR kodu skan eləyib bizi yaşadanları yaşatmaq məqsədi ilə öz büdcənizdə kiçik də olsa bir iyanə eləyə bilərsiniz. Və noyabr ayının 6-sında Böyük Zəfərin 5 illiyi ərəfəsində Sabaha Saxlamayağın studiyasında 3 saatlıq telemarafonda görüşəcəyik. Amma sabah da görüşəcəyik. Sabah eyni vaxtda, amma fərqli mövzuda yenidən görüşmək ümidi ilə hələlik. Sağ olun.